Cəlilabadda dəhşətli ailə faciəsi baş verib. Əmi qardaşı uşaqlarını baltalayıb. Hadisə rayonun Üçtəpə kəndində baş verib. Beyin istiqamətindən vurub, beynin dağıdıb töküb yerə. Cəlilabadda dəhşətli ailə faciəsi baş verib. Əmi qardaşı uşaqlarını baltalayıb. Hadisə rayonun Üçtəpə kəndində baş verib. Kənd sakini 49 yaşlı Əli Nağıyev, ona yaxın həyətdə yaşayan qardaşı övladları 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevanı, eləcə də onun qardaşı 2012-ci il təvəllüdlü Hüseyn Nağıyevaya balta ilə xəsarətlər yetirib. Azyaşlılar yaxınlar tərəfindən təcili Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq onlara ilkin tibbi yardım göstərilib. Həkimlərin səyinə baxmayaraq 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva xəstəxanada dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir. Valla biz yolda geçirdik, bu hadisə baş verib. Uşaqlar, yəni kəndimizin, gözümüzün qabağında böyüyen uşaqlardır. Çox qanazağlı, tərbiyəli, halal zəhməti ilə qazanan uşaqlar. Sadəcə olaraq yəni, görkəm şok içindədir. Əmin yəni necə deyə bilər, biz qardaşı, öz əmisi, öz qardaşı balası hansı şəkildə necə deyə bilər? Yəni bu insana yaraşan bir şey deyil. Net bu əmdə nəsə bir problemiz adı var mı? Bunlarla bağlı gələk. Əminin valla bilmirəm, bu anla bağlı nə problem olduğunu bilmirəm. Sadəcə olaraq əmisi təzə çıxmışdı içərdən. Yəni zindanda idi, təzə çıxmışdı içərdən. Yəni biraz içkizat içərdi. Yəni elə də bildiyimizə görə içkili halda olub, hadisə baş verəndə, yəni bildiyimiz budur. Ümumiyyətlə bunların nəsə bir davası? Hal-hazırda uşaqların atası yoxdur burada. Fəhlə işləyir. Dağısında, Rusiya Federasiyasındadır. Anaları ilə uşaqlar qalırdı. Hətta uşaqlar, yəni bizim bildiyimiz, gördüyümüz kimi Kaçka sahəsində bunlar, yəni fəhləçiliklə dolanan uşaqlardır. Halal ruzi, halal əziyyətlə dolanan uşaqlar. Yəni kəndə heç bir zərər, yəni kimsə deyə bilməz ki, o uşaqlar hətta belə kiməsə zərrə qədər belə zərər versə mümkündür. Ümumiyyətlə bunlar iki uşaq. İki uşaq bacı qardaşıdır. Bildiyimizə görə bacı artıq dünyasını dəyişib keçinib. Allah səbir versin. Fəqət bu dövlət. Beyin istiqamətindən vurub, beynin dağıdıb töküb yerə. Qız uşağı dünyasını dəyişdi, oğlan uşağı da beyin travmasından sümük qırığı əşkar olunub. Bəli, bəli. Beləncə olsa, beləncə öz əmisi, öz qardaş uşaqların qətlə yetirib. Nə üstündə olubdu bunlar? Öyle Uşaqlar elə birdən-birə... ya birdən-birə. Niyə uşaqlar ziyan çəkir? Hər böyüklərin ədavəti varsa. Nə bilim, Ümumiyyətlə o tapşırıymış yoldaşa getmə, qonşunun evinə getmə. O da gedən kimi beləncə hadisə baş verir. Özü yaxının evinə gedib, başqa evə getmir. əmsi eləydi, o da ayrı. Onun da uşağı var, 2 uşağı var.